Aprelin 15-dən 28-nədək Pi-Popit meteor yağışı müşahidə olunacaq. Bu barədə Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək. Pi-Popit, yəni Pi göyərtə meteor yağışı 1972-ci ildə kəşf edilən 26 Pi Greek Skejelarp kometi ilə əlaqələndirilir. Radiantı, yəni mənbəyi Popit bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub. Həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallığı aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/saat olacaq. Pi-Popit meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən cənub yarımkürəsində müşahidə olunacaq.